Gönül Allah ile şeytandan müracaat etmişten Bismillahirrahmanirrahim. Hamd Allah içindir, Rabbidir, alemlerin akıbet müstakil eşindir. Allah'ın salamı, salavatı, bereket olsun Allah'ın Resullerine, Allah'ın nebilerine. Allah'ın salamı olsun Allah'a iman edip emellerini istihadı, bilbin hakka, sebre, tevsile seçmiş bendelerine. Ve Allah'ın laneti olsun Allah'ın düşmanlarına. Allah'ın Resullarının nebilerinin düşmanlarını ve cemiyet inananların ve seçilmiş benderlerin düşmanlarını bugünden ve kıyamet günleri. Ama sonra aziz kardeşlerim, İbrahim oğulları ve Adam oğulları, Allah'ın salamı, salavatı, bereketi olsun sizin üzerinizde. İnşallah ben Vagif İbrahim oğlu Kur'an'ı kıraate devam edeceğim inşallah'ın izniyle. 2. surenin 221. ayetten Allah'ın izniyle. Bismillahirrahmanirrahim. Rabbimiz senin izniyle ve yardımıyla başlayıp mübarek Kur'an'ın çevirmesinin kıraatine. Bereketli ve kabul et bizden niyetimizi ve ilmimizi artır. Vasıta aktarıp üzerine seni üzümüze arka bekir bilip sana tevekkül etmeye. Dillerimizi senin zikrin, şükrünle revan et. At kalbimize o şeyleri ki ahiretinin gününde bizlere nicet vere cehennem azabından. Bağışla bizlere rahmetsen, rahmedenlerin en yaxşısan. Kalplerimizden kini, kudreti, pakallığı, tikebbülü ve senin hoşuna gelmeyen şeyleri silip atmada bizlere kimiler. Nefsimizi, ruhumuzu, canımızı, ağlımızı tabi etmekler bizlere yardım et. En güzel nimetlerin olan nimeti şehadeti bizlere kısmet et. Rabbimiz bir daha senin ismiyle. Bismillahirrahmanirrahim. Nigah etmeyin müşriklerle. Ta inanalar. İmanlı keniz haylidir müşrikiden. Ve eğer taciblendirə sizi nigah etmeyin müşriklerle ta inanalar. İnanan kul haylidir müşrikten ve eğer taciblendirə sizi hemen onlar davet edirler tarafına odun ve Allah davet edir tarafına cennetin ve mağfiretin izniyle onun ve beyan edir ayetlerini insanlar için ola ki onlar yad etsinler. Sonsuz sayıda şükürler olsun Allah'a. Böyle Allah Teala bize öğretir. O cahillikte emel eden işlerden biz çekinek. Eğer biz inananaksa biz bilmeliyiz ki kafir, müşrik nedirlerdir? Sonsuz sayıda şükürler olsun Allah'a ki 9. surenin size okuyun bu ayeni. O müşrik Allah Teala müşrike kime Allah söyler, kime diyor? 9. surenin 28. ayette Allah Teala bize öğretir müşrike kimdir? Ay o kes der ki inanırsınız. Eğer inanandırsa hiç vakit o müşrikeyle evlenmez. Ya kadın inanırsa o müşrike ere gitmez. Ona zevci olmaz. Ona göre ki Allah Teala bunu inananlar için qadağan edip, haram edip. Sonsuz sayıda şükürler olsun Allah'a. Allah bize buyurur. Allah bize öğretir. Müşrike kimdir? Ayet der ki inanırsınız. Hakikaten müşrikler necistirler. Böyle napak, nahis, natemiz, necis bir cemaattır. Hem kişi olsun hem kadın olsun. İnanan bende ehtiyatlı olmalıdır ki o müşriklikten uzak olsun. Allah'a şerik karar vermesin. Herkes kim Allah'a şerik karar verir, unutmasın 9. surenin 28. ayet. Bəli, bu ne mən demirəm,
ne benim ata babalarım sözleri değil. Bu Allah'ın sözüdür. Bu Allah'ın kelimelidir. Bu Allah bize buyurur, öyle şeylerden uzak olun. Allah diyor ki, mənə şeye karar vermeyin. Ona göre ki Allah vahid Allah'tır. Onun için hiçbir şerikten yoktur. Dünyanı yaradan, bizi yaradan, bütün mehluku bendeleri yaradan Allah'tır. Sonsuz sadece şükürler olsun Allah'a. O kez ki ona şerik yoktur. Ona göre Allah Teala bize öğretir. O müşrike ki onun güzelliği, onun kaşenliği seni çaştırmasın. Onun kaşenliği, onun güzelliği beni cehenneme aparacak. Ona göre Allah Teala öğretir ki müşrike cehenneme aparır. Müşrike cehennemi davetidir. Allah'a tarafı yok, cennete yok. Allah ise bizi davet edir cennete. Sonsuz sadece şükürler olsun Allah'a ki onların kaşenliği, onların o güzelliği insanları, inananları çaştırmasın. Hem kişi olsun, hem kadın olsun. Nigah etme. Sual edirlər sənə heyzdən, de, o əziyyətdir. Uzaqlaşın qadınlardan heyzdə və yoxdur qəriblik onlarla. Onlara ta paklanalar, ondaki paklandılar və gəlin onlara heyzdən əmr etdiyi kimi sizə Allah, həqiqətən Allah sevir, tövbə edənləri sevir, paklananları. Şükürlər olsun Allah'a. Allah Teala bize bununla öğretir paklanmağı, o çirkin işlerden, o napak işlerden uzak olmağa. O vaxt ki cahillikte yaşayırdı, olabilirdi ki şükürler olsun Allah'a ki o napak olanda, o heyzde olanda olabilir ki kimse yakınlaşırdı öz arvadına, zövcesine. Allah Teala diyor ki, Kur'an-ı Kerim'de bize öğretir ki, öyle şeylerden uzak olun. O öyle şeyden, napak şeylerden uzak olun. Ta o kadın paklanana kadar. O paklananda Allah Teala nece emir edip hemencik yakınlaştı ona. Sonsuz sadece şükürler olsun Allah'a ki, budur Allah Teala öz bendeleri paklayır ve doğru yola, öz hak yoluna hidayet ediyor. Kadınlarınız ekindir sizin için ve gelin ekininize hakikaten istediğiniz ve kadem atın ve nefsiniz için, öz nefsiniz için korkun Allah'tan ve bilin hakikaten siz görüşeceksiniz ona ve beşaret müminlere. Sonsuz sadece şükürler olsun Allah'a ki böyle Allah Teala buyurur, ne vaxt istəyirsən, ne vaxt istəyirsən, yaxınlaşıb bilərsən, qadınla, öz qadına sənin məxsus olan, sənin zövcəsinə, ne vaxt istəyirsən, Allah Teala burada qorxudur bizi, Allah'ın qanunları var, Allah'ın koyduğu kanun var, o kanun ki, əgər biz yeməstəyik, o vaxt Allah Teala bize qadağan eləyir. Gündüz kadınlara yakınlaşmağa ancak ki geceyle. Sonsuz sadece şükürler olsun Allah'a ki bir de o vaxt ki Qabacıdan o 222. ayda okudum. Heyz vaxtında onlardan uzaklaşın. Onlara qərib olmayın. Onlara ve yakın olmayın. Şükürler olsun Allah'a ki Allah öz bendelerini bununla temizlemek istiyor. Bununla paklamak istiyor. Təəssüf ki, əksər insan bundan üç verir. Əksər insan bundan uzaq olur. Əksər insan isə fasik kimi bu dünyada ömür sürmək istəyir. Kafir kimi, müşrik kimi bu dünyada öz ömrünü başa vurmaq istəyir. Əgər o insanlar bilsəydilər, ahirət günündə nə qədər peşman olacaqlar etdiyi bu əməllərə görə. Onlar bilsəydilər, onlar hələ bu dünyada Allah'a təslim olardı. Bəli,
Allah öz cəhənnəmi, nə cənnəti, nə cəhənnəmi göstərmir. Açıq aydın göstərmir. Onu qeyb ilə Allaha inanmalıdır, Allahın kitablarına, Allahın mələklərinə, o gələn gedən rəsullarına insan inanmalıdır qeyb ilə, onu görməyə. Allahın kitabın elminə görə. Bəli, sonsuz sədə şükürlər olsun Allaha ki, budur Allaha iman. Yox, əgər insan hardasa, hansısa ayəni şübhə edirsə, hansısa Allahın o möcüzəni, Allahın o qanunda hardasa şübhə edirsə, o heç vaxt Allaha tərəf üz tutub gedə bilməz. O şübhə ilə hələ qalacaq bu dünyada küfrün içində, zəlalətdə. O zəlalətdən isə o çıxa bilməyəcək. Ona görə ki, o şeytana yol verdi onu o zəlalətə salmağa. Allah'tan yapışmadı. Allah'tan istemedi. Allah'a yalvarmadı ki onu o zəlalətdən çıxartsın, düz yola hidayət etsin. Sonsuz sərdə şükürlər olsun Allah'a ki Allah'tan istemək lazımdır. Allah'tan qorxmaq lazımdır. Allah'a tərəf şəriksiz, düzgün, pak getmək lazımdır. Etməyin Allah'ı hədəf öz anlarınız üçün ki təbbaratsız və təqvalısınız və islah edirsiniz arasında insanların. Allah samidir, alimdir. Şükürlər olsun Allah'a ki bugün bizi Allah Teala qaldırır insanlar arasında sülh yaratmağa, islah yaratmağa. Şükürlər olsun Allah'a ki bu məsuliyət bir işdir. Böyük bir Allah yolunda böyük bir işdir. Şükürlər olsun Allah'a. Allah Teala öz bəndələrini seçir insanların arasından və insanlara göndərir ki onlara elm, hikmət öyrədir, islahatı öyrədir. Onlar Allah'ın da o insanların arasında vasitə olsun. Allah'ın izniyle onları Allah'a tərəf çağırsın, dəvət etsin. Onlara islahatı çağırsın. Allah'a təslim olmağa çağırsın. Şükürlər olsun Allah'a ki bu Allah'ın bir ruzi nemətdir, fəzildir insanlar üçün əta edən. Götürmez sizi Allah ile anlarınızda ve lakin götürər sizi nələ kəsblidir qəlbləriniz. Allah gafurdur, həlimdir. İnsanlar gündə Allah bilir nə qədər and içirlər. Hələ bazarlara gedirsən, cemaatin arasında öz aralarında danışanda, söhbət eləndə görürsən ki, Allah haqqı, Quran haqqı, imam haqqı, nə bilim, bütün nə varsa dünyada, işıq haqqı, nə bilim, çörək haqqı, o qədər and içirlər ki, Quran'ı da əl basırlar, Allah'a da and içirlər. Allah onlara görə, Allah sonsuz sərdə şükürlər olsun, cəza vermir. Ona görə ki, boş bir andır. O kəs ki, bəli, and içir ki, bilə, bəli, bu andır. Allah ilə, bəli, Allah ona görə cəza verə bilər. Allah cəzalandırar onu. Əgər o andını pozsa, əgər mən and içsəm, Allah ki, mən hansısa iş görür, ya niyyət edin, sonra onu başa çatdırmayın, onu o əməl etməyin, Allah məni cəzalandırar ona görə. Sonsuz sərdə şükürlər olsun Allah'a ki, o and içəndə insan bir fikirləsin ki, o Allah ilə and içir. O kəslər üçün ki, yalanlayırlar qadınlarınızdan
gözləmə dörd şəhərdir. Əgər qayıtsalar, həqiqətən Allah qafurdur, rəhimdir. Əgər əzimlidirlər talağa, həqiqətən Allah samidir, alimdir. Talaqların gözləmələri öz nəfsləri ilə üç quruludur. Bir halal onlar üçün ki, gizlədələr nə xəlq etdi Allah rəhmlərində onların. Əgər oldular, inananlar Allah ilə və günü ilə axırın. Ərlərinə haqdır, qovuşmaq onlara bunda. Əgər barışaq etmək fikirləri olsa, əlbəttə, əgər iradilidirlər islaha, onlar üçün misli odur, üzərində onların mərifətlə. Kişilər üçün üzərində onların dərəcə. Allah əzizdir, həkimdir. Sonsuz sadə şükürlər olsun Allaha ki, bu ayələr bizim qardaşlarımdan, həm qardaşlarımdan, həm qız qardaşlarımdan bu ayələr yaşayırlar. Sonsuz sadə şükürlər olsun Allaha. Talaq da olub, 3 dəfə də talaq olub, sonra barışıblar, islahat dilirlər. Sonsuz sadə şükürlər olsun Allaha ki, o mənim aləmə də aiddir, mənim qızım da Allahın Rasullarından biri ilk təslim olanın varisi olan Yalçın Aleyhisselamın 3-cü zövcə idi. Bəli, özünü düzgün aparmadı, Allah'tan qorxmadı, tabi olmadı, təslim olmadı. Ona görə ki, bir dəfə isə ona möhlət vermişdi, bir dəfə onu mənim yanıma göndərmişdi, hardasa demək olar ki, bir il mənim yanımda olub, sonra gene Allah rəhm etdi, gene qayıtdı varisin yanına, Yalçın Aleyhisselamın yanına, onu kabul elədi. Sonradan gene başladı fitne fisad, gene başladı əks getməyə, tabi olmamalıya, təslim olmaya. Ona göre mecbur oldu ona talak vermeye. Şimdi o, benim kızım benim yanımdadır. Şimdi birden islahatı gitse, Allah'tan bağışlanmak istese ve gidip Allah'ın Resulünden xahiş ilese, ona göre onun için bağışlanmak istese Allah'tan, Allah rahimlidir, bağışlayandır, gafurdur, rahimdir. Sonsuz sadə şükürlər olsun Allah'a ki, hələlik mən onu görmürəm. Nə onun islahatı görmürəm, nə Allah'a tərəf qayıtmaları görmürəm. Özünü haq sayır. Sonsuz sadə şükürlər olsun Allah. Bu da bir valideyn kimi, bir Allah'ın Resulü kimi benim için bir sınavdır. Allah bununla məni sınayır ki, mən hansı tərəfə meyl edəcəyim? Allah tərəfə, Allahın Resulünün tərəfə, yəni evladıma tərəfə, qızımı tərəfə. Sonsuz sadə şükürlər olsun Allah'a. Heç bir yerdə Allah Qur'an-ı Kerimdə demir ki, ay o kəslər ki inanırsınız, Allahın Resulü inananlar sizin üçün düşməndir. Estağfurullah, belə şey Qur'anda yoxdur. Əksinə, Allah Teala buyurur bize, ay kəslər ki inanırsınız, sizin zövcələr, evladlar sizin için düşman olabilir. Həzər edin ve bağışlayın. Ehtiyatlı olun Allah Teala deyir. Onlar sizi çaştırmasın. Arvad, mal dövlət, uşaq, bu dünya malıdır. Kıyamet günündə onlar mənə, nə mən onlara kimə gələ bilmərəm, yardım elə bilmərəm, şəfa edə bilmərəm. Sonsuz sadə şükürlər olsun Allah'a ki, hər insan, hər inanan baxmalıdır ki, Qur'an-ı Kerimlə kim burada Allah'a qarşı çıxır, kim burada təqsirkardır, günahkardır, kim haqdır.
Necə olur ki, qadın özünü bəxşiş edir, ya Resulullah deyə, sonra bəxşiş edə, sonra başlayır ona ağıl verməyə. Sən əgər ələnki ağıllıdırsa, niyə sən üçüncü, dördüncü zövc olursan? Get birinci ol da özün üçün, başlı getmə ərə, əgər ələnki ağıllısansa. Ağıllı da, özünü kişidən ağıllı sayan, Allah'ın nəbisindən, Rasulundan ağıllı sayan, gedib kimin üçünsə zövcə olar, arvad olar, gəl otursun evdə, hələ xanım kimi qalsın. De ki, mən heç kimi ərə getməyəcəm, mən kişilərdən hamısından üstünəm. Hələ onun hərəkətindən görünür. Bəli, onların, mən öz payıma deyirəm, öz qızımın hərəkətindən görürəm ki, bəli özünü üzr istəyirəm, internet texniki səbəbdən internet getmişdir. Ona görə üzr istəyirəm sizdən, sonsuz sabitliklər olsun Allah'a. Olur belə şeylər. Ha, açıldı. Ha, oldu. Selamun aleyküm. Talaq 2 dəfədir. Saxlamaq mərifətlə ya azad etmək ehsanla. Halal deyil sizin üçün ki, götürəsiniz, nədən əta etmişsiniz onlara. Bir şeylə ancaq ki, xoflunar hər ikisi. Etməyələr qiyam hüduduna Allah'ın. Əgər xoflandınız, etməyələr qiyam hüduduna Allah'ın. Yoktur günah üzərində onların hər ikisinin. Nədə ki, fəda edər arvad onun ilə. Bu hüdududur Allah'ın və adlanmayın onları. Kim adlaya hüduduna Allah'ın, həmin onlardır zalimlər. Əgər talaq etdi ona, deyil halal onun üçün sonradan. Ha, nigah edə zövc qeyrisi onu, əgər talaq etdi ona, yoktur günah üzərində onların hər ikisinin ki, rica etsinlər. Əgər zəndədirlər ki, qiyam edələr hüduduna Allah'ın, bu hüdududur Allah'ın, beyan edir onları belə bilən qovum üçün. Şükürlər olsun Allah'a ki, bəli, mən bundan qabaq da söylemiştim. Bizdə hələ 3 dəfə də talaq olanlar da olur. Hələ 3 dəfə mənim yadıma gələn 3 qardaş bizim talaq verib 3 dəfə. Və sonsuz sadəcə şükürlər olsun Allah'a, bu 3 nəfər, bu 3 ailədir. Sonradan barışıblar, şükürlər olsun Allah'a, Allah Teala ondan sonra onlara yardım elədi o əməllərdən islah etməyə, islah olmağa. Və Allah ondan sonra bərəkət verdi. Şükürlər olsun Allah'a ki, bəli, həm uşaqla, həm elmlə, həm dünyada, Allah, həm dində Allah yardım elədi, kömək elədi. Şükürlər olsun Allah'a ki, əgər insanlar həm kişi olsun, həm qadın olsun, islahatı getsə, sülhə dəvət etsə və o əməlləri ki, onları ayırdı, o şeytan ayırdı onları görüb o pis əməllərini, hansı ki, onları ayırıblar, bəli, sonra o əməllərdən əl çəkib, islah olub, Allah'a tərəfə qayıtsalar, Allah'tan bağışlanmaq istəsə, Allah'a tövbə edib, Allah'a tərəf qayıtsa, Allah da onlara tərəf qayıdır. Necə də qayıdıb bizə Allah'a, Allah öz ayələrini əyani şəkildə, canlı şəkildə bizə göstərdi. Sonsuz sadə şükürlər olsun Allah'a ki,
Bugün biz bu aileleri yaşamışıq. Ondaki talak verdiğiniz kadınlara ve yetişti ecelleri onların saklayın marifetle ya bırakın marifetle. Saklamayın onları zorla, haddi aşmak için. Kim fiyalet ederse bunu, fakat zulm etti öz nefsine. Getirmeyin ayetlerini Allah'ın eğlenceye. Zikredin nimetini Allah'ın üzerinize sizin ve ne ki nazil etti üzerinize sizin kitaptan ve hikmeti. Muayze size onunla, korkun Allah'tan ve bilin hakikaten Allah külli şey ile alimdir. Şükürler olsun Allah'a. Eğer talak vermişsense o kadını sen ya eğer yer yoktursa onu saklamalısan ta Allah ona bir yol açana kadar. Onu öz başına bırakmamalısan. Onu estağfurullah kovmalısan. O kadın ki onun eğer yaşama yer yoktur. Sen ona bir yer vermelisin. Yoksa, onun varsa ona göre ki saklıyorsansa öz yanında senin için o haramdır. O da seni haramdır. Ona göre ki sen onu talak verdiysen o senin zevcen değil. O senin evinde yaşayabilir. Ta Allah bir yol açana kadar. Sonsuz sayıda şükürler olsun Allah'a ki eğer böyle o istemirse kalmağa o evde gitmek istiyorsa bırakın onu. O şükürler olsun Allah onu zulmle, ikrahla, zorla saklama. Ona göre ki Allah Teala bununla bize öğretir ki Allah'ın aileleri aciz tutmayın. Eğlenceye tutmayın Allah'ın ailelerini. Ondaki talak verdiğiniz kadınlara ve yetişti ecelleri onların mani olmayın onları ki etsinler nikah özleri ile. Ondaki razıdırlar aralarında onlar marifetle. Bu muazedir onunla. Kim oldu sizden inanan Allah ile ve günü ile ahiren. Bu size zeka sizin için ve tahirdir. Allah bilir ve siz bilmirsiniz. Ve sonsuz sayıda şükürler olsun Allah. Eğer zevcem geçse, ben ona talak versem, benim ihtiyarım yoktur onu saklamaya evimde. Eğer o gitmek istiyorsa. Böyle. O gidip eğer kimse zevci olmak isteyen, eve gitmek isteyen, ben ona mani olmamalıyım. Gelirse geçsin, ona göre ki o benim zevce idi, ben ona talak verene kadar. Ha, eğer talak versen, o benim zevcem değil, o bana halal değil. O bana haramdır, ben de onun için haramım. Ona göre Allah Teala bize burada öyledir ki öyle şeylerden uzak olmalı. Öyle şey, o zordur. O Allah'ın ayelerini aciz ve eğlenceli tutmalıdır. Analar emizdirirler evladlarını onların 2 il kamil. Kim için iradesi var ki tamam etsin emizdirmesini. Üzerinde kimden ki doğulmuştur onun için rizki onların ve paltarları marifetle. Yoktur teklif ancak vüs'ati onun. Zarar çekmesinler analar evladı ile ve yoktur kimden ki doğulmuştur onun için evladı ile. Üzerinde varisin misli bunun. Eğer iradelidirler ikisi de ayrılığa razılıktan ikisinden de ve meşveretle ve yoktur günah üzerinde onların her ikisinin
Eğer irade edesiniz ki isteyesiniz emizdirmelerini evladlarınızı yoktur günah üzerinizde. Ondaki salamatçılıkla ne eta edesiniz marifetle. Korkun Allah'tan da bilin. Hakikaten Allah ne ile emeldesiniz esirdir. Böyle eğer o kadın senin yanında oldu, olmadı, o kişi ki ondan uşaq qalır ve ondan uşaq olub, uşaq doğub, onun vəzifədir ki, o kişinin vəzifədir ki, o uşağa baxmağa, o uşağa yardım eləməyə, kömək eləməyə. Sonsuz sayıda şükürlər olsun Allah'a ki, o qadına kömək eləməyə. Nə olsun ki, o talaq verib, onun arvad deyil, onun zövcə deyil. Yenə də onun evladın anasıdır. Ona yardım etməlidir, ona kömək etməlidir. O kəslər ki, vefat edir sizdən və qalır zövcləri, gözləyirlər öz nəfsləri ilə onlar 4 şəhər və 10. Ondaki yetişdi əcəlləri, onların yoxdur günah üzərində sizin nədə fiyalətdədirlər. Öz nəfslərində onlar mərifətlə Allah nə ilə əməldəsiniz xəbirdir. Bəli, kiminsə zövc əri ölərsə, vefat olarsa, 4 ay, 10 gün Allah Teala möhlət verir o qadına ki, ona görə ki, bilsin ki 4 ay, 10 gündə onun bətnində evlad var, uşaq var ya yox. Əgər yoxdursa, bəli, o ərə gedə bilər. O, kiminkinsə zövc ola bilər. Belə də gedə bilər. Olsa da bətnində evlad, o bilsin ki, o evlad onun keçmiş, vefat olan kişidəndir. O kiminsə zövc olanda, o da bilsin ki, bəli, mən bu arvadı almışam, bu qadını almışam, o hamilədir. Və ondan uzaq olmalıdır, düz o doğuna qədər. Yoxdur günah üzərində sizin nədə ərz etdiniz onunla xitabdan, qadınlarla ya dizlədəsiniz öz nəfsinizdə. Bilin Allah həqiqətən bildi Allah həqiqətən siz zikr edəcəksiniz onları və lakin vədələşməyin onlarla sirli. Ancaq ki deyəsiniz söz mərifətli. Yoxdur əzminiz əqlinə nigahın ta yetişdi kitab əcəlinə onun və bilin həqiqətən Allah bilir nələ ki nəfsinizdədir sizin və həzər edin ona. Bilin həqiqətən Allah ғafurdur, həlimdir. Şükürlər olsun Allah'a ki nə qədər bu nigahdan söhbət gedir, nə qədər istədilər o Allahsız ve Sovyet hükümet gelmişti. Ne kadar istedi bu insanları Allah'tan uzaklaştırmaya, ibadetten uzaklaştırdı. Bəli, o beyinden insanları toza bilmedi. Allah kəlməsi. Yəni hardasa sonsuz sayıda şükürlər olsun Allah'a ki, bizim o qəlbində, beyində var, Allah var, Allah kəlməsi var. Onu poza bilmədilər, gücü çatmadı. Bəli, hələ o vaxtdan, hələ o ateist, Allahsız dövlətdə yaşaya-yaşaya şükürlər olsun Allah'a ki, insanlar valideyn əgər qızını verirsə, mütləq, əksər insan, nigah edirlər. Çağırırlar mollanı, çağırırlar. Nigah nədir? Əqah etməyə açıq. Deməli, o kişi tərəfdə bilir, qadın da tərəf bilir. Onlar da bu tərəfdə, o tərəfdə razılıq gəlir. Qızı verməyə oğlana, oğlan da qızını almağa. Bu açıq, aşkardır. Nigah nədir? Açıq, aşkar.
Gizli yok. Sonsuz sadece şükürler olsun Allah'a ki hardırsa bu kanun bizde kalmıştır. O kanunlar ki var idi. Allah bize yardım edildi. Kime geldi ki? Şükürler olsun Allah'a ki onların gücü çatmadı o kafir müşriklerin o kanunlar silmeye bizim beyninden, bizden. Yoktur günah üzerinde sizin. Eğer talak verdiniz kadınlara ve dokunmadınız onlara. Ya ferk etmemenizin onlar için ferzi. Meta onlara üzerinde imkanının kaderi onun ve üzerinde kasıbın kaderi onun metah marifetle. Haktır üzerinde yaxşıların. Eğer talak ettiniz onları kabağcadan ki dokunmanızdan onlara ve elbette ferk ettiniz onlar için ferzi ve yarısını ne ferk ettiniz? Ancak ki eder. Odur ki elindedir onun ehdi nigahın. Eğer edesiniz garipdir takvalılık için. Unutmayın fezli aranızda hakikaten Allah ne emeldesiniz besirdir. Hifz edin üzerinde salavatı ve vasiteli islahatı ve kalkın Allah için itaatliye. Sonsuz şükürler olsun Allah. Her inanan bende o salavatı, islahatı hifz etmelidir. Böyle sonsuz şükürler olsun Allah'a ki ben unutmamalıyım. Allah benim de Allah'ın aramda vasıta kimi koyur. Ben onu unutmamalıyım. Sonsuz şükürler olsun Allah'a. Benim de Allah'ın aramda Allah'ın Resulü vasıta var. Ben de vasıtayım öz cemaatime, öz kavimlerine. Sonsuz şükürler olsun Allah'a birbirine vasıtadır bu. Vasıta, o vasıtaki islahatı çağıran vasıtadır. Allah'a taraf çağıran vasıtadır. Allah'a teslim olmağa çağıran vasıtadır. İman getirmeyi vasıtadır. O vasıta değil ki fitne fesatla meşgul olsun. O vasıta değil ki neşini satmağa, arak satmağa, ne bileyim Allah'ın hoşu gelmeyen şeytan emellerden olan vasıta olmağa. Yok estağfurullah. Allah Teala der ki hiç dedim o vasıtanı, o islahatı. Eğer hoflandınız piyade veya süvari ondaki eminsiniz zikredin Allah'ı ne kadar öğretti sizi ne ki olmadınız bilenler. Yani sonsuz şükürler olsun Allah'a ki bugün bize Allah Teala öğretir. Böyle o islahata hiç kimsene manicilik olabilmez. Böyle mutlak değil ki gidip orada iki secde etmeye fiziki. Eğer sen hoflanırsa, eğer sende orada imkanı yoktur. Allah Teala bir ki suvar olanda, oturan yerde, giden yerde, yol gide Allah'ı zikret. Sonra sakit yere gelende o zikrini yerine getir. Allah'ın islahatını yerine getir. Allah size nece öğretti. Sonsuz şükürler olsun Allah'a ki Allah öz bendelerine hiçbir çetinlik koymuyor. O islahatı etmek için, Allah'a ibadet etmek için, Allah'a kul olmak için, Allah'a bendelik etmek için Allah'a hiçbir çetinlik yoktur. İnsan ise öz üzüne çetinliğe salır. Bəli, der ki benim vaktim yoktur, ben bilmirəm, ben bütün gün işteyim, sonsuz şükürler olsun Allah'a. Sonra onun o vaktine bakanda bir insan olsun qabaqda o 24 saatte ne işle meşguldür? Həmişə iştedir. Ya vaxt var ki boş söhbət edirlər. Boş o vaxt aparırlar. Bəli, insan görür. İnsan özüne şahit olar ki, bəli, işten çok ben Allah'tan uzak olmuşam. O boş işlerle meşgulam. Boş o söhbetlerle meşgulam. İnsan
her şeye imkan tapır, her şeye vaxt tapır. Ancaq Allah'a ibadet etməyə əksəriyyəti, Allah'a qul olmağa, Allah'a təslim olmağa əksər insan ona vaxt tapmır. Sonsuz sayıda şükürlər olsun Allah'a. Bu insanlar görsəydi bu şeytandan gələn bir vəsvəsə deyil, şeytandan gələn bir küfürdür, müşriklikdir. Allahla düşmançılıqdır. İnsanlar heç vaxt ona tabi olmazdır. O şeytana özləri üçün düşman tutardır. O kəslər ki, vefat edirlər sizdən və qalır zövcləri, vəsiyyət zövcləri üçün onların mitah tərəfinə ilin qeyri ixracın. Əgər xaricdirlər, yoxdur günah üzərində sizin nə ki, fiyalətdə, öz nəfslərində, onların mərifətdən. Allah əzizdir, həkimdir. Talaqlılar üçün mitah mərifətlə, haqdır üzərində müttəqilərin. Belə bəyan edir Allah sizin üçün ayətlərini. Ola ki, əql edəsiniz. Sonsuz adı şükürlər olsun Allah ki, mənim hələ cahil vaxtında üç qardaş idik. Biri vefat oldu, 1987-ci ildə, 24 yaşında. Zövcə ise qaldı, dul qaldı. Şükür Allah'a ki, bizim tərəfdə, onların tərəf, o gəldi ki, o məsləhəti gəldi ki, şükür Allah'a, o qadın, mənim qardaşımın zövcə, geçsin özüyle. Mərifətlə, səbirlə, islahatla, şükürlər olsun Allah'a ki, sonra o qadın başqasını əl getdi. İndi o ərdən bilmirəm, 2 dənə, 3 dənə uşağı var. Şükür Allah'a ki, bu Allah'ın qanunudur. Bəli, o əgər getmək istəyirsə, bizim heç kimin ixtiyarım yoxdur, o qadını zorla saxlamağa. Görmədinmi tərəfinə o kəslər ki, xaric oldular diyarlarından və onlar minlərlədir. Həzəri ölümün. Dedi onlar üçün Allah ölüm, sonra diri etdi onları. Həqiqətən Allah fəzl sahibidir insanlar üzərində. Və lakin əksər insan şükür etməz. Qətl edin yolunda Allah'ın. Və bilin ki Allah samidir, alimdir. Kimdir o kəs ki, qərəzlidir Allah'a qərəzlə yaxşı və artırsın onu, onun üçün artırmaqla çoxlu. Allah sıxır və genişləndirir və tərəfinə onun müraciət edəcəksiniz. Şükürlər olsun Allah. Burada qətl deyəndə insanlar elə bilirlər ki, bu fiziki ölümdən gedir. Yox, estağfurullah. Bu qətl, insan öz nəfsini qətl etməlidir. Allah'ın yolunda çalışmalıdır, Allah yolunda cihad etməlidir. Cihad öldürmək, kəsmək, vurmaq, partlamaq, yox, qan tökmək deyil. Allah yolunda çalışmaqdır. Ən gözəl, ən böyük cihad Allah Teala 25-ci surənin 53-cü ayədə bizə öyrədir. Neynə? Cihad etməyə, neynə? Allah yolunda çalışmağa. Bu vaxtdayken Muhammed Aleyhisselam'a Allah Teala nazil edib və Allah Teala öz elmiyle, öz hikmetiyle Muhammed Aleyhisselam'a öyrədib. O da bu kanuna tabi olub və bu kitabla cihad edib. Allah yolunda çalışır, qan tökmüyor, dava qırğın etmeyir. Bu ayədən sonra bu insanlar hansı qılıncdan, hansı davadan danışır, hansı qan tökmədən danışır. 53-cü ayədə Allah Teala gör 25-ci surə Furqan surəsidir. Fərqləndirmə, haq batildən fərqləndirmədir, Furqandır bu. Sonsuz sayıda şükürlər olsun Allah ki, gör bize Allah Teala ne buyurur? Ve odur ki, iki deryanı qovuşturdu.
Estağfurullah, estağfurullah. 52. Ayettir. Gör sonsuz sadık şükürler olsun Allah'a ki həmişə yadında olan ayet gör necə unutmuştur. Bəli, burada Allah Teala bize gösterir ki beşersiz. Unutabilirsiniz. Allah diyor ki estağfurullah. Allah unutabilmez. Allah'ın her şeyi yadındadır. Şükürler olsun Allah'a. 25. surenin 52. ayetidir. İtaat etme kafirlere ve onlarla cihad et onunla. Neyinle? Allah der ki onlarla o kafirlere itaat etme ve cihad et onunla. Onunla ne? Elindeki olanla. Elindeki ne de? Kılınçdır diyelim estağfurullah. Top tüfendir. Elindeki Kur'an-ı Kerim'dir. Allah'ın kitabıdır. Böyle o kılınçdandır. O top tüfendendir, rakettendir. Bütün silahlardan en güçlü silah Kur'an'dır. Yani bu Allah'ın sözüdür, Allah'ın kelimelidir. Bir tane kelimeyle, bir tane kelime bütün dünyanı dağıdır. Ona da bu saat 59. sureden size okuyacağım inşallah Allah'ın izniyle. Eğer itaat etme kafirlere ve onlarla cihad et, onunla büyük cihadla. En büyük cihad bu Kur'an'ladır. Allah'ın kelimelerledir. Sonsuz sayıda şükürler olsun Allah ki böyle Allah'ın kelime en güçlüdür. 59. surede Allah Teala bize öğretir ki sonsuz sayıda şükürler olsun Allah'a ki inşallah ölmese sağ kalsa gelen defede bu ayını okuyuram size. Ona göre ki benim vaktim başa çattı. Allah razı olsun. Allah kıymet olsun. İnşallah Allah'a yardımıyla size Kur'an'dan tertip olan duaları okuyacağım. İnşallah Allah'ın kıymetle. Rabbimiz cezalandırma bizi eğer unudaraksa yahut hata ederekse. Rabbimiz yüklem üzerimize ağırlığı ne kadar yükledin. Üzerine kesten ki bizden kaba var ediler. Rabbimiz yüklememizin ne kadar takatimiz yoktur. Affet bizden ve bağışı bizim için rahmet bize. Sen bizim Mevlamızsan yardım et bizi üzerine kafir olman. Rabbimiz kalplerimizin eğilmene imkan verme. Ondan sonraki hidayet etsin bizi ve yakşı. Bizim için ecanda rahmet ayakıdın. Sen vakkafsan. Rabbimiz ayakıdın biz inandık. Ve bağışı bizim için günahlarımızı ve bizi o azabından koru. Allah'ım benim maliki sen mülklerim. Verirsen mülk kime istesen ve alırsın mülkü kimden istesen. İzzetidir kim istesen ve zilletidir kim istesen. Senin elinledir hayır. Hakikaten sen üzerinde külli şeyin kadirsen. Cevlan edersen geceni gündüzde ve cevlan edersen gündüzü geceden. Hariç edersin dirilmekten, hariç edersin ve hiç dirilden. Ruzu verirsin kime istesen. Hayır hesap. Rabbimiz bağışlı bizim için günahlarımızı ve işimizi, esrakalımızı ve sabit kıdemlerimizi ve kafir kavme karşı bize yardım et. Rabbimiz senin rahmetin ve ilmin külli şey afile ve bağışlı kestiriki kaydıblar ve tabi edirler senin yolunu ve koru onları cehennem azabından. Rabbimiz ve dahil et onlara edin cennetlerine hansı ki vədi vermişsin onlara ve o kese ki salih idi atalarından, zövklerinden ve zuretlerinden. Hakikaten sen azizsen, hekimsen ve koru onları pislikten ve kimi pislikten korusana günde ona rahmet müşvarsan ve budur azametli olur. Rabbimiz bəxşir bizim için zevklerimizden ve zuretlerimizden gözümüzün ışık olanı ve et bizim müttakiler için imamlar. Hem şükür, tarif Allah içindir, Rabbidir alemlerin büyük azametli, hikmetli, alim, ali, aziz, hakim, kerim, hamidallah doğru buyurur. İnşallah gelen görüşüne kadar. İnşallah sabah saat 7'den 8'e kadar Allah aman verse, ölmese sağ kalsa inşallah devam edeceğim. Allah amandır. Allah'ın selamı, sevabı, bereket olsun.